Paytaxtda gənc sənət adamlarını bir araya gətirən yeni yaradıcı məkan fəaliyyət göstərir. Emal Artxana adlanan bu platforma müxtəlif sahələr üzrə çalışan rəssamlar və yaradıcı şəxslər üçün açıq sənət mühiti formalaşdırır. Burada əsas məqsəd yalnız əsərlərin nümayişi ilə kifayətlənməyərək insanları yaradıcılıq prosesinə cəlb etməkdir. Biz burada sənəti, mədəniyyəti və fərqli düşüncələri bir araya gətirərək bir icma yaratmışıq. Layihələrimiz fərqli yönlərdədir. Əsasən sənətin rəsm yönümlü, heykəltaraşlıq yönümlü işlər görmüşük. Lakin bizdə teatr, musiqi və başqa sferlara da yönləm var. Buranın əsas yaradılış məqsədi odur ki, insanlar öz potensiallarını ortaya çıxarda bilsinlər, yaratsınlar və İstənilən sənət və mədəniyyət yönümlü ideyalarını götürüb gələ bilərlər. Biz onları burada birlikdə işləyəcəyik, onların layihələrinə töhfə verəcəyik. Platformada rəngkarlıq, illüstrasiya, kollaj və tətbiqi sənətin müxtəlif istiqamətləri üzrə fəaliyyət həyata keçirilir. İştirakçılar burada həm öz ideyalarını təqdim edir, həm də fərqli sahələrdən olan insanlarla əməkdaşlıq imkanı qazanırlar. Məkanın əsas xüsusiyyətlərindən biri isə sərbəst və eksperimental yanaşmadır. İcmanın böyüməsi və inkişafı yolunda əməkdaşlıqların qurulmasına nəzarət edirəm. Master-klassların, tədbirlərin, sərgilərin təşkilini koordinasiya edirəm və eyni zamanda özüm də burada fərqli master-klasslar keçirəm. Bunlardan biri məsələn kitablar üzərində illüstrasiya master-klassıdır, hansı ki köhnə və istifadəyə yararsız kitabları və yaxud da kiçik əşyaları yaradıcı materiala çeviririk, onlara yeni həyat veririk. Eyni zamanda bununla bir yerdə geri dönüşümə dəstək vermiş oluruq, çünki biz buna dəyər verən bir community-yik. Bizdə olan master-klasslar, kumihimo, makrame və kitab üzərində illüstrasiya. Bunları biz Azərbaycanda ilk olaraq eləyirik. Bu tipli fikirlər üzərindən çalışırıq insanları cəlb eləyək, onlara yaradıcı mühitdə nə ilə necə məşğul olacaqlarını, özlərini necə ifadə eləyəcəklərini öyrətməyə çalışırıq. Emal Artxana çərçivəsində mütəmadi olaraq master-klasslar, yaradıcılıq görüşləri və sərgilər təşkil olunur. Təlimlər zamanı iştirakçılar müxtəlif sənət texnikalarını öyrənir, öz əl işlərini hazırlayır və yaradıcı bacarıqlarını inkişaf etdirirlər. Komandanın təşəbbüsündən burada Azərbaycanda ilk dəfə olaraq Emal Artxanada qədim Yapon sənəti olan kumihimo master-klassı təşkil elədim. Burada bir neçə master-klasslar təşkil olunur, kumihimo isə onlardan biridir. Bütün bu yaradıcılıq prosesinin arxasında isə sistemli idarə etmə dayanır. İcmanın nizamnaməsinin yazılması, strukturun formalaşması və şöbələrə bölünməsi tərəfindən həyata keçirilib. Bir icmanın uğurlu olması üçün düşünürəm ki, strukturlu və disiplinli şəkildə işləməsi vacibdir. Bu səbəbdən də biz icmamızı bir neçə şöbələrə bölmüşük. Hal-hazırda 4 şöbədən ibarətdir icmamız. Bura daxildir marketinq, sənət, icma və vizoqrafiya, sinematografiya şöbələri. İnanıram ki, Emal Artxana icması gələcəkdə bir çox istedadın doğulduğu və inkişaf etdiyi bir mərkəzə çevriləcəkdir. Hazırda inkişaf mərhələsində olan Emal Artxana gələcəkdə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Yeni tərəfdaşlıqların qurulması, müxtəlif mədəni tədbirlərin təşkili və daha geniş auditoriyaya çıxış platformanın əsas hədəfləri sırasındadır. Sən də gəl, sən də yaradacaqsan.